Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs xoş gördük. 19 may 2025-ci il. Buyurun, baxın əzizləyicilər. Gördüyünüz bu 3 baş yanı balalı mallar satılır. Video axıra qədər baxın, hər biri haqqında məlumat verəcəm. Təzə WhatsApp qrup açmışam, TikTok'un altında linkdə yerləşdirmişəm. Kim istəsə daxil olsun, abunə olsun, izləsin. Gündəlik paylaşılan mallardan xəbərdar olsun. Gördüyünüz bu birinci mal sahib dediyinə görə təzə doğub, altındakı bala dişidir. Gün ərzində səhər axşam 2 evlə mal sahib dediyinə görə 14 litr süd verir. Qiymətin 3200 manata sahibi deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Deməli, İkinci mal, gördüyünüz ikinci mal, bu da hal-hazırda mal sahib dediyinə görə təzə doğub, alaqara cinsindəndir. Yəni gördüyünüz bu mal gün ərzində səhər axşam 2 evliyə mal sahib dediyinə görə 12 litr təmiz süd verir. Kim istəsə əlaqə saxlasın, gəlsin səhər axşam 2 evliyə südün, saxsın, yoxlasın, fağırlığına, sakitliyinə baxsın, sonra alsın. Gördüyünüz bu malın da qiymətin mal sahibi 3150 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Hər kəsdə xahiş edirəm, real alıcılar əlaqə saxlasın. Deməli, üçüncü mal, hal-hazırda gördüyünüz bu qırmızı mal sahibi dediyinə görə birinci qarına doğub, altındakı bala dişi baladır, yəni dişi bala ilandır. 3 ayda doğub, qara altında super dişi balası var. 1 ay 5 gündə mal sahibi deyir, hal-hazırda kəlin alıb. Buyurun, baxın əzizləyicilər, gördüyünüz bu malda gün ərzində səhər axşam 2 evliyə mal sahibi dediyinə görə 11 litr süd verir. Buyurun, baxın əzizləyicilər, bunun da qiyməti mal sahibi 3150 manata deyir. Real alıcı olsa aşağı yeri var. Ümumiyyətcə bütün malların aşağı yeri var. Hər kəs öncədən